Əziz şagirdlər, bugün sizinlə ən çox əziyyət çəkdiyimiz yerlərdən biri polyar və qeyri-polyar rabitələrin sayılmasına baxacağıq. Yəni maddələrdə polyar və qeyri-polyar rabitənin sayılma qaydalarına baxacağıq. Əvvəla bəsit maddələrdən başlasaq, yəni ki, bilirsiniz ki, eyni növ qeyri-metal arasında yaranan rabitələr qeyri-polyar rabitələr. Qeyri-polyar rabitələrin sayılmasına baxsaq, məsələn, O2. O2-də bilirik ki, oksigenin sonuncu energetik səviyyəsində 2 tək elektronu olduğuna görə o molekulunda 2 rabitə yaranacaq. Bunu hardan gəlirik? İzah verim qısaca. Dövrü sistem, dövrü qanunu biz keçəndə atom quruluşunu 8 elektron, paydanda 2, 6. Bizim işimiz nə idi? Sonuncu energetik səviyyə ilə idi. 6-nı paylaşaq, elektron konfigurasiyasını yazsaq, 2s2, 2p4 yazırıq və burada cüt elektronun rabitə yaratmada iştirak etmədiyini bilirik. Çünki cütlər elektron rabitə yaratmada iştirak eləmir. Söhbət kovalent rabitənin ortaq elektron cütü hesabına yaranan rabitədən gedir. Yəni ortaq elektron cütü biri səndən, biri məndən. Yəni donor akseptordan yox. Biri səndən, biri məndən olanda tək elektronlar dövrəyə girir, belə deyək. 1, 2, 3, bu da 4. Biz də baxırıq ki, oksigenin sonuncu energetik səviyyəsində 2 tək elektronu var. Normal olaraq o ilə ekvivalentli də gedir. Yəni 2 tək elektronunu burada bax belə göstərsək, biraz belə eləyim. Aha. Bir də burada göstərsək, görərik ki, digər oksigenin də 2 tək elektronları, deməli, bu oksigenin hərəsi bir elektronla cütləşir və rabitə yaradır. Yəni neçə dənə elektron iştirak etmiş olur? 4 elektron iştirak etmiş olur. Neçə rabitə var? 2 rabitə. Məsələn, baxaq indi azot molekuluna. Azot molekulunda necə olacaq? Baxıram. Deməli, azot 7-ci sırada yerləşir. Sıra nömrəsi 7-dir. Elektronlarını paylayanda 2, 5, 2s2, 2p3. Azot bilirsiniz ki, həyəcanlana bilmir. Maksimum valentlik səviyyəsi 3 və 4-dür. Tək elektronları burada gördüyünüz kimi 3-dür. Cüt elektronundan burada deməli biz istifadə eləmirik rabitə əmələ gəlmədən. Baxaq indi, yalnız donor akseptorda istifadə edəcək. Oksigen də, azot da o cüt elektronlarından yalnız harda istifadə edilir? Donor akseptor. O başqa bir videonun mövzusu olsun. İndi isə baxırıq tək elektronlarımıza düzəl. Bu bizim tək elektronlarımız. Bunlar isə cüt elektronlardır. Onlar rabitə yaranmada istifadə olunurlar. Burada digər azot molekulunda da eyni ilə tək elektronlar 3 dənə olduğuna görə qarşılıqlı biri səndən, biri məndən funksiyası. Onu unutmayaq. Yəni ortaq elektron cütü hesabına cəmi 3 polyar kovalent rabitə, qeyri-polyar kovalent rabitə əmələ gəlir və nəticədə 6 elektron iştirak edir. Bu olur bizdə bir dənə də P4 molekulunda göstərək. Sonra polyar rabitələrin sayılmasına keçək. Bu qeyri-polyarlardır. Deməli, P4 molekulunda da fosfora baxaq. Bilirsiniz ki, maddə öz molekulunu, yəni bəsit halda molekul yaradanda onun həyəcanlanmasına, maksimum valentlik səviyyəsinə çatmasına ehtiyac yoxdur. Elə fosforun 15-ci xanada yerləşir, sıra nömrəsi 15, 2, 8, 5. Sonuncu energetik səviyyəsində 3s2, 3p3-ə baxsaq, görürük ki, 3 dənə tək elektronu var, düzdür? 1, 2, 3. Bu cütlərdən hələ ki, burada istifadə eləməyimizə ehtiyac yoxdur. Çünki dediyim kimi, bəsit halda molekulunda elə normal halda neçə tək elektronu varsa, o istifadə edilir. Yəni, əlavə düzdür, bu həyəcanlana bilir. Boş D orbitalı var, yəni 3D orbitalı boşdur. Həyəcanlanıb maksimum öz qrupuna uyğun 5 valentli belə göstərə bilir. Amma bizim buna ehtiyacımız yoxdur. Bəsit halda molekulunu yaratmada elə özünün normal haldakı 3 tək elektronu bəs edir. İndi fosforun bu 3 elektronuna baxanda görürsünüz ki, bir fosfor 3 elektron istifadə edir rabitədə. Bizdə isə 4 fosfordur. Ağ fosforun quruluşu isə belədir. Baxın. Belə. Hər fosfordan 3 elektron çıxmalıdır rabitəyə. Bax, bu 1, bu 2, bu 3, bu 1, bu 2, bu da 3. Görürsünüz, bax, bu elektronlar biri səndən, biri məndən. Hər fosfordan 3 elektron çıxır. Cəmi 4 fosfor var. Deməli, 3-ü vururuq 4-ə. Eləyir burada rabitədə əmələ gəlməsində iştirak edir 12 elektron. 12 elektron varsa həmişə elektron sayını 2-yə böləndə rabitə sayı eləyir. Deməli, burada 6 rabitə. Deməli, P4 molekulunda neçə rabitə var? 6 rabitə. Neçə elektron iştirak edir? 12. Bəs P4 molekulunda bu rabitədə iştirak edən elektron sayıdır. Bəs özünün, yəni molekulda cəmi neçə elektron var? 15 dənə bir fosforda elektron var, bilirsiniz. 15-i vururuq 4-ə eləyir 60. Bu, ümumi elektron sayıdır. Amma səndən soruşsa ki, rabitələrin əmələ gəlməsində neçə elektron iştirak edir? Onda 12 deyirsən. Və yaxud rabitələrin əmələ gəlməsində iştirak edən bu elektron sayı ümumi elektronun neçə faizini təşkil edir? O zaman 12-ni bölürük ümumi saya, vururuq 100-ə. Bu da bizə neyinəcək? Deməli, 20%. Aydın oldu. Belə bir məsələlər də qabağımıza çıxa bilər. Bu olur qeyri-polyar kovalent rabitənin sayılması. Qeyri-polyar kovalent rabitələrin sayılması. İndi isə keçəcəyik növbəti videoda polyar kovalent rabitələrin sayılmasına. O da qeyri-üzvi maddələrdə baxacağıq buna. Qeyri-üzvi maddələrdə və üzvi maddələrdə sayılmasına baxacağıq növbəti videoda.